faktorlarından birinci genetik faktor. Məsələn, deyilin bir xanımda sürekli təkrarlayan bir inkişafdan qalmaları var. Qadın orqanizmi yoxlanıldı, kişi spermoqrammasına baxıldı. Bu hər şey normal. Nə axtarılır? Genetik faktorlar. Tamam, bilirik, bu kişi orqanizmidir, xromosom sayı normaldır, 46XY və yaxud da 46XX. Sadəcə burada xromosomlarda kiçik qırıqlar ola bilər, mikrodelasiyalar ola bilər, translokasiyalar ola bilər. Hansı ki, bunlar təkrarlayan inkişafdan qalması səbəb ola bilər. Kişi faktoru 1. Digər tərəfdən sperm bilirsiniz ki, bir sonsuzluq ya da inkişafdan qalması olan bir çiftlər mütləq kişi sperm analizi verməlidir. Burada əvvəllər nəyə baxırdılar? Son 5 ilə qədər saya və bir də hərəkətliyinə. Amma indi çox önəmli olan bir faktor da var, morfologiya. Spermlərin, yəni normal, orada bizə müəyyən sayda normal morfologiyada spermalar lazımdır. Çünki problemli, morfologiyası bozuq olan spermlər dölləndikdən sonra inkişafdan qalma artır və ya dölləndirmə qabiliyyəti zəif olur. Ona görə də deyirik ki, morfologiyası bozuq olan spermlərdə, spermatozoidlərdə inkişafdan qalma riski artır. Yəni iki faktor var, genetik faktor və sperm faktoru.